1-2 həftədir ki, təxminən düşünürəm özümə deyim, deməyim, danışım, danışmayım, pis olum, yoxsa susum. Bilirsiniz, ölkənin daxilindəki bu həbslərdən danışmaq çox çətindir. Amma kimsə həqiqətləri deməlidir. Təəssüf ki, bu rol mənə düşür. Qibtə olunmaz bir roldur əslində. Çünki bilirsiniz, adam deyəndə pis olur, adam deyəndə kiminsə qəzəbinə, kiminsə eşitmək istəmədiyindən irəli gələn emosiyalara tuş gəlir. Amma mənim işim budur ki, mən sizə həqiqətləri deyim. Özüm gördüyüm kimi həqiqətləri deyirəm. Yəni, mənim anlayışım 1-2 həftə gözlədim. Dedim, baxım görüm kim nə deyir, kim nə danışır və bilirsiniz, bu kanalı izləyənlər bizim kanalda müxtəlif baxış bucaqları eşidiblər həbslərlə bağlı, müxalifət arasındakı, liderlər arasındakı həbslərə aid müxtəlif fikirlər, müxtəlif baxışlar səsləndi. Kimin marağı varsa, olacaqsa, girin baxın. Hər şey göz önündədir. Yəni, mən müxtəlif tərəflərdə olan insanlara qulaq asdım, məmurlara qulaq asdım, mətbuatı oxudum, eşələdim xeyli. Bilirsiniz, bizim bu quşlamağı sevən parlament üzvləri nə danışır, ona baxdım, fikir verdim gözümün ucu ilə. Düzdür, siz də, mən də çox diqqət yetirmirik onlara. Yəni, bu acınacalı vəziyyət. Bu, özlüyündə acınacaqlıdır ki, bilirsiniz, xanımlar, cənablar ki, parlament üzvlərinin, parlamentdə danışılanların demək olar ki, hamısı gülünc bir şeydir. Biz ona yalnız zarafat, lağlağı mənbəyi kimi baxırıq. Sözüm onda deyil. Qayıdıram həbslərə. Yəni, bu gözləməyimin bir hissəsi də onunla bağlı idi ki, mən sustum görüm, bəlkə müxalifətdən hansısa hərəkətlər olacaq, hansısa aksiya, miting, bilmirəm, nümayiş, itaətsizlik, vətəndaş itaətsizliyi, dinc yollarla, yəni hər hansı bir reaksiya gözlədim ki, baxım görüm nə olacaq. Təəssüf ki, yəni, barmağımla göstərə biləcəyim bir şey görmədim. Ola bilsin ki, uzaqdan baxıram, ola bilsin ki, görmürəm. Lakin, gəlin Əli Kərimlinin həbsindən danışaq ilk öncə. Onun həbs edilməsi yadınızdadırsa, bilirsiniz, köhnə arxivləri açmağı sevmirəm, amma yadınızdadırsa, bizim kanalın AXCP üzvləri ilə belə, necə deyim, sözünün çəp gəlməsi nəyə təsadüf etmişdi? Biz təzə açılanda təxminən 6 il bundan əvvəl, təxminən deyirəm, 5-6 il bundan əvvəl Ruslan İzzətli gəlmişdi bizim efirimizə. D18 hərəkatının başçısı idi o zamanlar. İndi hal-hazırda həbsdə olan aydınımız. O nə demişdi efirdə? O demişdi ki, bilirsiniz, yəni mən bunu təhrif eləyərək deyirəm, amma dediyin məqsi budur ki, əgər hökumət Əli Kərimlini mənim kimi, yəni Ruslan İzzətli kimi tutub basır polis avtobusuna, avtozaka, yəni ondan da mənim qədər qorxursa, deməli, yəni burada danışılacaq bir şey yoxdur. O da mənim kimi bir fərddir, o da mənim kimi bir müxalifət üzvüdür və burada ay ana müxalifət, ay hökumət bizdən qorxur, ay hökumət Əli Kərimlini həbs etməkdən qorxur deyə bu cür söhbətlər ola bilməz. Bunu yenə də deyirəm, bir 5-6 il bundan əvvəl Ruslan İzzətli bizim efirimizdə demişdi. Aman, qiyamət qopmuşdu bu sözlərdən sonra. AXCP-nin tərəfdarları mənim üstümə gəlmişdi nədənsə. Bilirsiniz, bu özlüyündə məntiqi mentaliteti göstərir. İndi çoxunuz deyəcək, yeri deyil bu barədə danışmağın, amma mən sizə gördüyüm bu mənzərəni təsvir edirəm. Yəni, mən bu kiminsə zəif anını gözləyib onunla hesablaşmağı, ödəşməyi gözləmirəm. Mən sadəcə sizə kontekst verirəm. Yəni, 5-6 il bundan əvvəl bu insanların heç də xoşuna gəlməmişdi ki, kimsə hətta öz düşərgəsindən, özləri kimi müxalif olan bir şəxs desin ki, hökumət Əli Kərimlini həbs etməkdən qorxmur.
Onun əvəzinə söyüş təhqirləri qoyuram qıraqda. Xeyli bir palaz mühakimə arqument gətirdilər ki, yox bu mümkün deyil, hökumət bizdən qorxur, hökumət Əli Kərimlini həbs etməkdən qorxur, çünki AXCP-nin arxasında minlərlə, milyonlarla adam var və s. və əlaxır. Hökumət neynədi? Hökumət Əli Kərimlini həbs etdi. AXCP neynədi? İlk gündə mən anladığım qədər biz bunu efirdə vermişik. 11 nəfər gəlmişdi. Bunu hələ həbs olunmayan müxalifətin üzvü Natiq Cəfərli Real Partiyasının başçısı demişdi bizim efirdə ki, 11 nəfər gəlib bunların məhkəməsinə, Əli Kərimlinin məhkəməyə çıxarılmasına. 11 nəfər cəmi. Biz bunu səsləndirdiyimizə görə xeyli düşərgələrdən təpindilər ki, 11 nəfər nədir, ölkədə vəziyyət belədir, elədir. Onda müxalifət deməyin özünüzə. Yəni mənim də o zamandan bəri, o Ruslan İzzətli məsələsindən bəri ağlımda qalan, içimdə qalan bu fikirdir ki, madəm ki, məgər özünüzə deyirsiniz ki, biz ana müxalifətik və bu titul şübhəli bir tituldur əslində, amma bu titul üzrə başqaları ilə dava eləyirsinizsə, başqaları ilə höcət eləyirsinizsə, biz müxalifət bizik və biz müxalifətik deyə qışqır bağır salırsınızsa, onda sizdən hərəkət gözlənilirdi. 11 nəfər yox, hərəkət. Amma eləyə bilmirsinizsə, onda bəlkə qışqır bağır salmayasınız ki, siz əsas müxalifətsiniz. Biz də bilək işimizin adını. Başa düşürsünüzmü dediyimi? Azər Qasımlı gəlmişdi efirimizə. Yeri gəlmişkən indi onun məhkəməsi yerdə, yəni sözdən məhkəməsinin, bu teatrın son mərhələsidir. Görəcək hökumət ona nə rəva görür. Azər Qasımlı efirimizdə mənim yadımdadır, Praqada müsahibə almışdım ondan. Mənə demişdi ki, Azərbaycanda siyasət yoxdur. Yəni bunu efirimizdə də demişdi. Efirə də gedib. Bilirsiniz, haşiyə çıxım, yeri gəlmiş 10 il bundan sonra, 20 il bundan sonra Azərbaycanın indiki dövrünün tarixini görmək istəyənlər bizim kimi kanalların efirlərinə baxacaqlar. Çünki olan həqiqəti nəyə bacarırıq, biz çatdırırıq. Azərbaycanda siyasi fikir varsa, biz çatdırırıq onları. Yəni şəxsən mən yox, mənim efirimə gələn qonaqlar. Elə mən özüm də yeri gəlmiş. Azər Qasımlı deyəndə ki, Azərbaycanda siyasət yoxdur. Ona görə mən siyasətçi deyiləm, çünki siyasət yoxdur. Çoxunuzun xoşuna gəlmədi. Yeri gəlmişkən mən də təəccüblə eşitdim bu sözləri. Ki, necə yəni Azərbaycanda siyasət yoxdur və bu qədər siyasi partiya, bəs sən özün, yəni Azər Qasımlı, özün siyasi partiyanın üzvüydün, necə yəni siyasət yoxdur? İndiki hadisələr bunu göstərir ki, Azərbaycanda doğrudan da siyasət yoxmuş, yoxdur siyasət. Əgər, gəlin bunu düşünək, əgər prezident və hökumət istədiyi an səbəbin olmaması ya olmasına baxmayaraq, bəhanənin gülünc ya inandırıcı olduğuna baxmayaraq, özünə əsas müxalifət partiya deyən, arxamızda xeyli insan var deyən partiyanın sədrini cəzasız həbs edirsə, yəni cəzasız deyəndə bunun əleyhinə nə müqavimət görür, nə itaətsizlik görür, nə iri miqyaslı aksiya görür. Əgər həbs eləyə bilirsə, bu da bunun necə deyim, yanına qalmırsa, onda doğrudan da bizim ölkədə siyasət yoxdur. Bunu qəbul etsək, bu məntiqi qəbul etsək, onda soruşaq ki, müxalifət nə ilə məşğuldur? Müxalifət nəyə lazımdır? Əgər ki, əlindən bir iş gəlmir, əgər ki, onun sədrini belə həbs eləyəndə bu müxalifət partiyası iri miqyaslı bir şey təşkil eləyə bilmirsə, onda onun fəaliyyəti və mövcudluğu nəyə lazımdır? Bunun məntiqi nədir ümumiyyətlə? Yığışıb neyniyirlər bu insanlar? Yaxşı, müxalifətsiniz, amma neyniyirsiniz? Nə ilə məşğulsuz?
Mən bunu nə badə bunu belə qəbul eləyəsiniz ki, mən bunu AXCP-yə deyirəm şəxsən. Yəni bu partiyanı seçib deyirəm. Yox. Mən bunu hamısına şamil edirəm. Musavatlı, reallı, AXCP-li, adını əzbərləmək belə istəmədiyim o çıqqılı partiyalar, o əldə qayırma partiyalar ki, valla onlara partiya demək ata qızla didişir, qız bacı qardaşla didişir. Valla biabırçılıqdır, biabırçılıqdır bu. Hökumətin biabırçılığı bir kənara, mən indi bunlardan danışıram, biabırçılıq. Baxmayın ki, gülürəm, əsəbdən gülürəm. Onda bunlar nə ilə məşğuldur, kimə lazımdır, nəyə lazımdır? 30 ildir ki, bizim müxalifət donub qalıb, elə 90-cı illərin təfəkküründə sanki dinozavrlar parkıdır bu, bilirsinizmi? Yəni o vaxtdan bəri təkamül etməyib bu partiyalar. Mən dəfələrlə demişəm ki, xalq cəbhələri SSR-i dağılanda xeyli ölkənin, indi keçmiş Sovet ölkəsinin siyasi məkanında qurulmuşdu bu xalq cəbhələr. Litva, Latviya yanılmıramsa, Belarus. Amma onlar artıq təkamül edib və oturuşub başqa bir sistem, təzə partiyalar yaranıb. Bizdə hər şey olduğu kimi qalıb 90-cı illərdən bəri dəyişiklik yoxdur. Sual bundadır ki, bu siyasi partiyaların fəaliyyəti nədir? Ay cəmaət, bunu bilməmiş olmazsınız. Yəni mənə inanmayın, Türkiyəyə baxın. Yaxşı, xarici dil bilməyənləriniz var. Yəni mən bu xüsusi qrupa üzümü tutub deyirəm. Bu söyüş söyməyi sevən, mühakiməyə, sözə təhqirlə cavab verən qrupa. Yaxşı, İsmail Cəlilova inanmırsınız, inanmayın. Azərbaycan dilini ki bilirsiniz, Türk dilini ki anlayırsınız. Baxın Türkiyəyə. Baxın Türkiyədə müxalifət nə ilə məşğuldur? Baxın Türkiyədə müxalifətin səviyyəsi nədir? Baxın Türkiyədə müxalifət narazı olanda nə qədər narazı elektoratı çıxara bilir küçələrə, hər hansı bir nümayişə, hər hansı bir aksiyaya, hər hansı seçkilərdə iştiraka təşviq edir və özünüzə baxın. Ayıb deyilmi? Ayıb deyilmi? Yəni sizin işiniz yox. Sizin ortaya qoya biləcəyiniz bir şey yox. Çoxunuzun platforması belə yox. Hökumətin heç bir hərəkətini çəkindirə bilməzsiniz, dayandıra bilməzsiniz, ona təsir edə bilməzsiniz. Hökuməti ya hərəkət etməkdən çəkindirə bilməzsiniz, ya onu hərəkət etməyə təşviq edə bilməzsiniz. Yəni sizin əlinizdən bir şey gəlmir. Müxalifət deyə özünüzə ortada dolaşmağın səbəbi nədir axı? Mən anlamıram. Çoxunuz da qoyub qaçıb, çoxunuz mənə irad tutursunuz ki, xaricə getmişsən, xaricdə yaşamaq, xaricdən danışmaq asandır. Özünüz də qaçmısınız axı Avropaya. Mən jurnalistəm, mən xaricdəyim. Bilirsiniz ki, mənim heç bir, necə deyim, ambisiyalarım yoxdur, siyasi ambisiyalarım ki, mən insanları küçəyə çıxaracam, mən hökuməti dəyişdirəcəm, mən hakimiyyətə gələcəm hər sentyabr. Mən bunu heç vaxt deməmişəm. Mənim belə istəyim belə yoxdur. Mənim kabusuma, yuxuma girməz belə bir şey. Amma siz ki, özünüzə müxalifət deyirsiniz. İndi çoxunuz gedib Fransaya. Görüm də, indi mənə söz deyin də ki, mən də xaricə qaçmışam. Sizin liderlərinizin çoxu indi Fransada, Almaniyada, Allah bilir harada. Fəaliyyətiniz nədir? Yəni, gəlin buna vətəndaş kimi baxaq. Aldanmayaq özdə, xanımlar, cənablar. Gəlin aldanmayaq. Bizim kimi kanalların izləmə rəqəmləri vəziyyəti çox belə çılpaq şəkildə göstərir. Görmək istəməyən belə görür. Biz hamımız, siz, mənə baxanlar, mən özüm, mənim efirimə gələn gedənlər, elə bu müxalifət, özünə müxalifət deyənlər, biz hamımız balaca bir köpüyün içində yaşayırıq, bilirsiniz, bubble'ın içində. Biz özümüz deyirik, özümüz eşidirik, jurnalistlər tənqid edir, İsmail Cəlilov tənqid edir, Vaşinqtonda yaşayan başqa aparıcılar tənqid eləyir hökuməti, 3-5 nəfər gəlir, gedir, eyni şeyləri deyir. Yəni biz bu, necə deyim, səda kamerası içində yaşayırıq, biz bu köpüyün içində yaşayırıq.
Bizə 10.000, 20.000, 30.000 baxır. Belə də, yəni bu qədər. Azərbaycanda bu cür siyasətlə və müxalifətin aqibəti ilə məşğul olan, maraqlanan insanların sayı mənim kanalımın izləyiciləri, üstəgəl qonşu kanalların izləyiciləri və onların çoxu da bir kanaldan o biri kanala gedir. Yəni bunlar eyni adamlardır. İndi təxmin edin də. Mənim dediyim nədir? Nə mən öz fəaliyyətimlə, nə mənim kimi başqa jurnalistlər ki, xaricdədirlər, ölkənin içində mümkün deyil deyə xaricdədirlər, burdan işləyirlər ya başqa ölkələrdən işləyirlər və özünə müxalifət deyən insanların hamısı biz bir məğlubiyyətə uğramışıq o baxımdan ki, biz insanların ağıllarını, insanların marağını cəlb edə bilmirik, ağıllarını oyada bilmirik, insanların içində bir qılcım yarada bilmirik, insanları çiçəyə çıxara bilmirik. Madəm ki, yəni mənim ola bilsin ki, belə bir ambisiyam yoxdur. Amma özünə müxalifət deyənin ambisiyası olmalıdır axı. Əgər sən hakimiyyətə gəlmək istəmirsən, sənin işin nədir axı? Nədir, nədən ibarətdir? Yəni biz bu köpəyə aldanmayaq. Biz baxaq görək ki, Azərbaycanın daxilində siyasətlə məşğul olan adamların, siyasətlə maraqlanan adamların sayı nə qədərdir? İsmail Cəlilov İlham Əliyevi tənqid eləyəndə buna qulaq asanların səviyyəsi nə qədərdir? 50.000, 60.000, 70.000, maksimum bir tənqidi videoya 79.000 baxılıb. 79.000. Yaxşı, olsun yarısı da baxmayıb. 150.000, 180.000. Yəni bunu keçmir. Cəmaət, biz nəyisə düzgün etmirik. Bizim işimizdə nəsə bir problem var. Bizim deyəndə müxalif düşərgənin, müxalifətin yox, müxalif insanların, dissidentlərin, İlham Əliyevin siyasəti ilə razı olmayan adamların, özünə müxalifət partiyaları deyənlərin. Yəni bizim əlimizdən nəsə gəlmir, biz nəyisə düzgün qurmuruq, gəlin bu barədə birlikdə fikirləşək. Nədir bu problem? Xalq niyə inanmır heç kimə? Xalqı dindirirsən şəhərin içində. Əli Kərimlinin həbsindən bir neçə gün sonra mən Bakıda tanıdıqlarım, etimad etdiyim insanlara zəng vurdum. Dedim ki, cəmaət maraqlanırmı Əli? Deyirlər ki, yəni bu statistik məlumat deyil. Yəni mən burada israrla deməyəcəm ki, hə, vəziyyət belədir. Yenə də köpüyün içində yaşayanlar, bu köpüyün içində qaynayıb, yəni qarışanlar bilirlər. Amma bundan kənara çıxanda adi cəmaatın vecinə deyil, Əli Kərimli həbs olunub yoxsa yox. Çoxu heç bilmir o kimdir. Çoxu elə bilir ki, Əli Kərimli 90-cı illərdən qalmış bir fiqurdur. Sağdır, sağ deyil, bilinmir. Çoxu insan təəccüblənib deyib ki, mənə dedilər ki, nə danışırsan sən? Bakıda indi ən çox müzakirə olunan məsələ Məsəti Gəncəvinin necə deyim, pozun olub olmaması. Yadınızdadır, bu məsələni ortaya atdılar. Yəni onu müzakirə edir cəmaət. Əli Kərimli yaddan çıxıb ümumiyyətlə. Əli Kərimli yalnız bu bloqosferdə, internet kanallarında, elə müxalifət arasında müzakirə olunan məsələdir. Adi cəmaət onu yaddan çıxarıb. Ümumiyyətlə, mən bunu sevinə demirəm, cəmaət. Yəni, mən bilirəm vedrə bağlayacaqsınız dediyimə. Mən deyirəm ki, mən A deyirəm, siz B-ni eşidirsiniz. Mənim dediyim bu deyil ki, mən sevinirəm bu vəziyyətə. Mənim dediyim budur ki, müxalifət olaraq nəsə alınmır da, yəni alınmır, cəmaatın diqqətini cəlb elə bilmirsiniz də siz. Bilmirsiniz, bacarmırsınız. Mövzu onun həbsi deyilsə, Məsəti Gəncəvidir, hansısa çəkilmiş qısa metrajlı filmdir. Onda bağışlayın da vəziyyətə baxın. Bağışlayın, yəni uğursuzluğa uğramısınız deyəcəm, məğlubiyyətə uğramısınız siyasi müstəvidə. Dediyim kimi, bunu da görməmə mümkün deyil. Hökumətin bariz hərəkəti, müxalifətin bariz hərəkətsizliyi. İndi gəlin bundan sonra danışaq ki, müzakirə eləyək ki, Azərbaycanda ana müxalifət kimlərdir? Valla adam özünü gic hiss eləyir, bilirsinizmi? Yəni bu söhbətlər mənə gəlib çatanda mən istər-istəməz bunları eşitməliyəm. Müzakirədə iştirak etməsəm də, yəni öz kanalımda eşidirəm. Ana müxalifət bizi yox, siz
Deyilsiz, yox sizsiz, yox siz hökumətə işləyirsiniz, yox siz hökumətə işləyirsiniz. Bezmişik bunlardan. Canım bezmişik bunlardan. Siz indiyənə kimi müəyyənləşdirə bilmirsiniz ki, aranızda müxalifət arasında hökumətə kim işləyir, kim işləmir, hökumətin dərmanına kim su tökür, kim tökmür. Çəkilin qırağa, qoyun yeni bir müxalifət yaransın. Bilirsiniz, bu məni çox maraqlı mövzuya gətirir, çıxarır. Yeni müxalifətin yaranması. Baxın, görün hökumət neynədir. İndi bütün emosiyaları, ehtirasları kənara qoysaq və fikirləşsək, Azərbaycanın bir necə deyim, cəmiyyət olaraq, bir siyasət alanı olaraq, məkanı olaraq Azərbaycanın gələcəyini, bu çox maraqlı məsələdir. Buna toxunmaq istəyirəm. Yəni, mən təzə bir şey deməyəcəm. Mən sizinlə birlikdə fikirləşmək istəyirəm bu barədə. Mən sizi də, özümü də təşviq etmək istəyirəm ki, gəlin fikirləşək görə bu nədir? Əgər İlham Əliyevin hökuməti siyasi parti, böyük bir siyasi partiyanın sədrini həbs edirsə və bununla olan qalan müxalifəti sıfırlayırsa, onun böyük hissəsini ən azından, inanmıram ki, yəni başqalarında vəziyyət başqa ola biləcək. Amma bunları sıfırlayırsa, deməli, hökumətin iki cür hesablaması ola bilər burada. Mənim gördüyüm, bəlkə mən nəyisə görmürəm. Birincisi, hökumət fikirləşir ki, bizə bunlar artıq lazım deyil. Bizə siyasi müstəvidə müxalifət fasadı, müxalifət görüntüsü yaranan bu qüvvələr daha lazım deyil. Biz bunlarsız da bacarırıq. Xarici siyasət amilləri buna təkan verirmi? Verir. Xarici siyasət vəziyyəti bunu doğrulaya biləcəkmi? Biləcək. Görürsünüz ki, dünyada avtoritarizm böyüməkdədir hal-hazırda. Artıq İlham Əliyevin belə bir, necə deyim, oturub Avropaya, Amerikaya, hansısa təşkilatlara, beynəlxalq qurumlara, bizdə də müxalifət varmış, oyunu oynamaq, müxalifət görüntüsü göstərmək kimi yoxdur bir dərdi. Yoxdur, lazım deyil. Yoxdur müxalifət, cəhənnəmə yoxdur, qara görə yoxdur. Neft satırıq, qaz satırıq, filan şey eləyirik, filan şey eləmirik. Bu qədər. Yəni, mən sizə İlham Əliyevin məntiqi, anladığım kimi, onun məntiqini çox belə sadə dildə, çox belə bayağı şəkildə xırdalamağa çalışıram. Həm sizə, həm özümə. Müxalifət yoxdur, dönəndən yoxdur, elə çox yaxşı ki, yoxdur. Bu, onun fikridir. Ola bilərmi? Ola bilər, təbii ki. Buna görə hökumət müxalifəti aradan qaldırmaqla, müxalifəti ümumiyyətlə bu bərabərlikdən çıxarmaqla heç nə itirmir və heç nədən qorxmur. Fəsadlarını görmür və fəsadlarından da çəkinmir. Oldu, tamam. Amma siz də mən, başqa ehtimal budur. Bu yenə də ehtimaldır. Mən ola bilsin ki, buna heç də inanmıram, amma sadəcə bir ehtimaldır deyə dilə gətirirəm. Müxalifət hökumətin öz proyektidir, öz layihəsidir və hökumət görür ki, mən indi yetərli qədər güclüyəm, yenə də dediyim kimi, mənim Avropaya, Amerikaya, Avropa Şurasına, bilmirəm, Mars Şurasına, Venera, Zəhro Şurasına müxalifət göstərmək kimi dərdim, borcum yoxdur. Ona görə yəni yığışdırırıq da bunu. Yoxdur da, yoxdur müxalifət. Getdi müxalifət. Mümkündürmü? Tamam, o deyəlim mümkündür. Hər iki ehtimal, hansı düzgündür, hansı yanlışdır, bundan asılı olmayaraq gətirir, çıxarır indi bizim üzləşdiyimiz vəziyyətə. Vəziyyət də budur ki, ölkənin daxilində tənqidi medianı yox ediblər, tamamilə yox ediblər. Nəinki siyasi partiyaları sıradan çıxarırlar, hətta fərdləri, partiyası olmayan fərdləri, yenə də Azər Qasımlıya gəlirəm. Siyasi partiyadan çıxmış adam sadəcə öz fikirlərini azad kanallarda, olan qalan azad kanallarda öz siyasətə və iqtisadiyyata və sosial vəziyyətə dair öz fikirlərini, öz proqnozlarını bölüşən bir adamıdır.
Onu belə həbs etdilər. Ona belə təhəmmülləri yox. Onu belə görüntü kimi saxlamağa, onun işinə müdaxilə etməmək kimi bunların dözümlülüyü çatmadı. Çatmadı, həbs etdilər. Hamısını necə ki həbs etdilər, axmaq-axmaq səbəbləri. Yeri gəlmişkən, Əli Kərimlinin evindən Ramiz Mehdiyevin yazdığı məktubu tapıblar. Yəni bundan da gülünc bəhanə. Ora bilmirəm, tank qoysaydılar, tank yerləşdirsəydilər daha da yəni inandırıcı olardı valla. Ramiz Mehdiyev buna güya məktub yazıbmış. Bunu 2-ci Elizabet kraliçası zamanlarında eləyərdilər, bilirsinizmi? Yəni mən o dövrə aid bir neçə kitab oxumuşam, sənədli filmə baxmışam. Kraliçə Elizabet II öz siyasi rəqiblərini elə bununla, bu yolla həbs etdirib. Üstündən 600 il keçib ay cəmaat. Biz hələ də siyasi liderlərin evindən başqa birisinin, Boz kardinalın yazdığı məktubu çıxarırıq. Bu səbəblə də biz bunu o birisinə bağlayırıq, həbs eləyirik. Yəni, bundan yaxşı sirk çıxar, valla. Bu, başdan ayağa sirkdir, bir dənə pudillər çatışmır burada. Hər cür klounlar var. Bir dənə pudil, bir də fillərdir, bilmirəm, pələnglərdir, şirlərdir, onlar çatışmır. Yerdə qalan hər şeyimiz var. Gəlirəm hökumətin hesablamasına. Azərbaycan hökuməti dəfələrlə bunu sübuta yetirib ki, Azərbaycan hökuməti tarixi bilmir, tarixi öyrənmək istəmir və tarixdən ibrət almaq kimi yenə də dərdi yoxdur. Bunlar adi bir şeyi başa düşmək istəmirlər ki, mənim zənnimcə. Burada başqa bir ehtimal da var, onu da deyəcəm. Bu ehtimal ki, əgər bunlar bütün bu müxalifəti, müxalif olan insanları bu ya digər axmaq-axmaq bəhanələrlə həbs eləyirlər, ya ölkədən qovurlar, ya ölkədə içəri salırlar. Bunlar bilməyə bilməz ki, bu yerdə siyasi vakum yaranacaq və siyasət də, təbiət də vakum sevmir, vakuma təhəmmülü yoxdur. Vakum dərhal nə eləsə doldurulur. Siyasi müstəvidə dissidentlik, müxaliflik alanında əgər hökumət vakum yaratsa, bu vakumu kimlər dolduracaq sizin zənninizcə? Mənim zənnimcə, yeni müxalifət bu təqdirdə böyük ehtimal ki, ya məscidlərdən çıxacaq, ya doğrudan da mənfur xarici hansısa qruplar tərəfindən, yəni bunların nəzərdə tutduğu qruplar yox, demokratik islahat istəyən qruplar yox. Tamamilə mənfur və ola bilsin ki, gündəmi bilinməyən və ya gündəmi çox qorxunc olan qüvvələr tərəfindən ortalığa gətiriləcək müxalifət ola bilər. Mən Rusiyanı nəzərdə tuturam ilk öncə, amma Rusiya təəssüf ki, yeganə mənfi aktor deyil dünyada. Olsaydı nə yaxşı, yəni, nə əla. Amma təkcə Rusiya deyil də dünyada. Bunlar ola bilər siyasi müxalifət. Yəni, hökumət öz əli ilə idarə edə biləcəyi, öz qapağı altında saxlayacağı, istədiyi an hədələyə biləcəyi müxalifəti yığışdırırsa, öz başına böyük problem açmırmı? Məncə açır. Amma müxalifətin hesablanması budur ki, xalq onsuz da mənim tərəfimdədir. Mən müharibəni udmuşam. Xalq mənim tərəfimdədir. Bunlar sadəcə vızıldayır, baş beynimizi aparır. Neynəsələr də xalqın dəstəyi olmayacaq, ona görə bunları yığışdırım. Bu məntiq xoşuma gəlməsə də, amma gəlin belə danışaq da, gəlin düz danışaq. Madəm ki, kanalın adını belə qoymuşam. Hökumət görsəydi ki, bu müxalifəti dəstəkləyən xalq var, hökumət görsəydi ki, doğrudan da bu sabitsizliyə gətirib çıxara biləcək, hansısa ictimai nümayişlər olacaq, hansısa vətəndaş itaətsizliyi ola biləcək, hansısa cəmaat arasında narazılıq yaradacaq, eləməzdi bunu. Eləməzdi. Avtoritarlar çox
böyük avtokratlar çox böyük diqqət yetirir xalqın ovqatına, xalqın vəziyyətinə, xalqın içindəki bu hisslərə, emosiyalara. Çünki bilirlər ki, bilavasitə bilirsiniz, demokratik ölkələrdə hökumətlər gedir. Kimsə istefa verir, gedir öz işi ilə məşğul olur, ya təqaüdə çıxır. Avtoritarlar adətən belə olmur. Onların aqibəti çox pis olur. Və bunu bilirlər. Siz də bilirsiniz, mən də bilirəm. Bunlar bilirlər ki, düzgün hesablama aparmasalar, xalqın emosiyaları ilə, hissləri ilə həddindən artıq biraz çox oynasalar, xalqı yerindən oynatsalar, bunların axırı pisdir. Bütün sülalələrin. Yəni tarix bizə bunu göstərir. Uzağa getməyə lazım deyil. Desənə İran, desənə Rumıniya. Yəni hökumət əgər ki bu boşluğu yaradırsa, bu müxalifəti aradan qaldıraraq vakuum yaradırsa, narazı insanların başında gedə biləcək heç kim qalmırsa, demək olar ki, əyri oturub düz danışaq da, yerdə qalan özünə müxalifət deyən partiyalara çoxumuz inanmır. Bu ya digər səbəblərdən. İnanırsınızmı? Yalan danışırammı? Yox da yəni siz bəlkə inana bilərsiniz yenə də. Xalqa baxın, küçəyə baxın, balkondan, pəncərədən bir baxın, görün. Bu insanlar ki, küçələrdə gəzişir. Bunların ümumiyyətlə, müxalifət bunların vecinədirmi? Adları bilirlərmi ümumiyyətlə? Musavatın sədri kimdir indi hal-hazırda? Realın sədri kimdir? Və ümumiyyətlə bu partiyalar nə partiyadır, nə istəyir? Bilənlər varmı? Baxın, bir yan yörənizə baxın, ətrafınıza. Mənim təəssüf ki, belə lüksum yoxdur. Mən buradan pəncərədən boylanıb şəhəri görə bilmərəm, Azərbaycanı görə bilmərəm. Amma siz ki, oradasınız, baxın, düşünün. O biri məsələ budur ki, hökumət bu müxalifət partiyalarını yığışdıraraq bu vakuumu nə eləsə dolduracaq. Öz layihələri ilə dolduracaq. Daha çox, daha, necə deyim, uslu, daha çox sözünə baxan, daha çox istəyi ilə, hökumətin istədiyi ilə hərəkət eləyən, durub oturan bir əldə qayırma müxalifət partiyaları yaradacaq. Bu da mümkündür. Görək kimi atırlar ortaya. Görək kimdir indi bunların dərdi. Bilirsiniz, İlham Əliyev uzun müddət AXCP Musavat dövrü zamanı belə oldu, elə oldu. Yəni sanki Azərbaycanın indiki bütün problemləri elə o AXCP Musavat dövründən irəli gəlir. Yəni onlar olmasaydı Azərbaycan indi Yaponiya idi. Gülürükmü buna? Təbii ki, gülürük. Amma cəmaatın başını qatırmı bununla? Qatır. Yenə də burada suallar daha çoxdur, nəinki cavablar. Cəmaat, mən heç nə israr etmirəm. Mən sadəcə sizinlə birlikdə düşünmək istəyirəm. Və bu suallara cavab tapmaq istəyirəm. Və dəfələrlə olub ki, mən cavabı öz auditoriyamdan almışam. Yəni, mənim auditoriyam bizim qonaqlarımızdan daha çox məlumatlıdır bəzən. Ya qonaqlar nə isə demək istəmir, çəkinir, auditoriya pat, adamın üzünə, yəni şərhlərdə. Mən şərhləri buna görə oxuyuram diqqətlə. Bir-iki söz deyim Gültəkin Hacıbəyli haqqında, yəni mən heç kimin həbsini istəmirəm, heç kimin həbsinə həyatımda sevinməmişəm, sevinmərəm də, çünki mən sosiopat deyiləm. Nə Əli Kərimlinin, nə Gültəkin Hacıbəylinin, nə başqasının sabah həbs oluna biləcək. Elə adamlar var ki, bilirsiniz, məni təhqir edib, mənə söyüş söyüb, ictimai şəkildə. Mən indi bunların azadlığa çıxması üzərində proqramlar hazırlayıram. Yəni, mən demək istəmirəm ki, mən nə qədər gözəl bir insanım. Gəlin, yəni, baxın görün İsmail Cəlilov nə qədər, gəlin, piedestala qoyaq onu. Yox, məsələ bunda deyil. Məsələ insanın vicdanında və əqidəsindədir. İnsanın vicdanı varsa, heç kimin həbsinə sevinməz. Yəni, bu mümkün deyil. Adam cinayətkar deyilsə, adam mənfur hərəkətlərə, biabırçı hərəkətlərə yol verməyibsə, yəni siyasətdən danışmıram, yəni YouTube-da da demək istəmirəm. Yəni pis cinayətə yol verməyibsə, adamın həbsinə sevinməzlər. Nə Əli Kərimli, nə Gültəkin Hacıbəyli mənim dediyim bu cinayətlərə yol verməyiblər. Əqidələri var ortalıqda, ola bilsin ki, hökumətin xoşuna gəlir, ola bilsin mənim xoşuma gəlmir. Amma bu insanlar həbsi haqq etmirlər. Gültəkin Hacıbəyliyə
aid bir-iki söz demək istəyirəm. Türkiyədə tutulması, Türkiyədə deportasiya düşərgəsinə göndərilməsi xəbəri təəssüf doğurucudur, təbii. Amma mənim ağlıma bir neçə məsələ mənim ağlıma batmır. Bilirsiniz, mümkün deyil. Bu Türkiyə hökuməti, Türkiyə dövləti bu cür işləmir əslində. Türkiyə dövlətinin buna yanaşmasında mən nəsə uyğunsuzluq görürəm. Uyğunsuzluq bundan ibarətdir ki, əgər Türkiyə Gültəkin Hacıbəyli miqyasında birisini, tanınmış birisini, yəni indi xoşunuza gələ bilər, gəlməyə bilər. Mənim də xoşuma gələ bilər, gəlməyə bilər, amma bu insan yəni az-çox siyasətçi olub. Bu insan az-çox Avropa Şurasında Azərbaycanı təmsil edib. Kimsə yazacaq ki, qutularla ikra aparıb gətirib. Yəni mən bunu dəfələrlə görürəm Facebookda, bilmirəm, görməmişəm. Sadəcə sizin yazdığınızı deyirəm. Bu insanın fəaliyyətinə müsbət ya mənfi yanaşmaq olar, amma siyasətçi olduğunu, siyasi aləmdə tanınmış adam olduğunu inkar etmək olmaz. Ona görə Türkiyə əgər bu insanı Azərbaycana deport eləmək istəyirsə, niyə uzadır? Bu sizə məntiqsiz gəlmirmi? Bunun altında başqa bir şey ola bilər. Bilirsiniz, mənim ağlıma nə gəldi? Bu, mənim öz fərziyyəmdə ola bilsin ki, yanılıram. Türkiyə neçə müddət onu saxlayıbsa əgər, neçə müddət onu Azərbaycana təhvil vermirsə, mənim ağlıma bir ssenari gəlir. Bəlkə mən çoxlu şpion kinolarına baxmışam. Bəlkə mən tamamilə yanılıram. Bu mənim şəxsi fikrimdir, bu mənim şəxsi ehtimalımdır. Mənə elə gəlir ki, bu mənim gördüyümün arxasında bir məntiq ola bilər. Türkiyə onu çox belə ciddi şəkildə dindirir hal-hazırda. Mən demirəm, Allah göstərməsin, yəni məni düzgün anlayın ha burada. Mən demirəm işgəncə verir, mən demirəm döyür, söz deməyə məcbur edir, mən demirəm hansısa belə, necə deyim sizə, biabırçı üsullara yol atır. Yox, mənim dediyim bu deyil. Mənim dediyim anladığınız dindirmə, istintaq dindirməsi dindirirlər. O da nəsə ola bilsin ki, danışır. Əgər bu fərziyyə, yenə də fərziyyədir, mənim fərziyyəmdir. Ola bilsin ki, yanılıram. Dəfələr görürsünüz nə qədər gözüm qorxub mən bunlardan. Çünki mən bir şey deyəndə bunlar tamamilə başqa şey eşidirlər də, cəmaat. Bunlar belədirlər. Türkiyə dövləti Gültəkin Hacıbəylini indi danışdırırsa, o qədər müddət həbs eləyib, amma Azərbaycana təhvil verməyibsə, ola bilərmi ki, onlar nəsə öyrənmək istəyirlər? Ola bilər. Ola bilərmi ki, əgər onlar onu o qədər bu müddət uzunluğunda danışdırırlarsa, əgər ki, belədir, bunun ehtimalları nədir? Bunun ehtimalları nədir? Sizcə nəyi öyrənirlər? Azərbaycan müxalifəti içindəki bu biabırçı vəziyyəti yox. Bir dənə Zoom mitinqləri var idi. Bilirsiniz, adı gedən, daha dünyada qəzet olmayıb yazmasınlar. Mənim də adım orada hallanırdı. Bir dənə bu Zoom mitinqi açın, baxın, görün müxalifətin vəziyyətini. Bundan sonra kitab bağlandı da heç nəyi müzakirə eləməyə dəyməz. Amma bu qədər müddət ərzində təxminən 10 gündür mənim hesablamama görə. Bəlkə ola bilsin ki, biraz da çox. Onu danışdırırlar, təhvil vermirlərsə, tutulması ilə təhvil verilməsi arasında bu qədər vaxt keçibsə, nəyisə öyrənirlər ondan. Amma öyrənirlərsə, nəyi öyrənirlər? Bilirsiniz, anlayırsınızmı mənim dediyimi? Gültəkin Hacıbəyli nələri bilir ki, Türkiyə dövlətini maraqlandırır? Gültəkin Hacıbəylinin hansı kimlərlə əlaqəsi olub ki, Türkiyə dövlətinə maraqlıdır bu qədər? Ki, onu nə təhvil verirlər, nə buraxırlar? Kiminlə münasibətlərindən maraqlanırlar o qədər? Hansı ölkələrlə mi deyim, bilmirəm, qorxuram deyim. Hansı qüvvələrlə, hansı tərəflərlə, hansı hərəkətləri ilə maraqlanırlar. Çünki mənim anladığım qədər A hökuməti B hökumətindən hansısa siyasətçinin, tutalım ki, cinayət tələbi ilə red notice, qırmızı xəbərdarlıq deyirlər də, proqramımızda var, yəni kanalımızda var bu barədə uzun-uzadı bir söhbət.
hüquqşünasla, bununla ixtisaslaşan hüquqşünasla. Anna Ursaki, yanılmıramsa əgər, axtarın tapın, rus dilindədir amma. Tapın, maraqlanın bu mexanizmlə. Əgər bir dövlət o biri dövlətdən bir siyasətçinin təhvil verilməsini istəyirsə, bu adamı dərhal təyyarəyə mindirirlər, göndərirlər. Yəni bizim nümunələr gözümüzün önündədir. Jurnalistlərimizi də, iqtisadçılarımızı da Türkiyədən bu şəkildə 2 dəqiqənin içində deport eləyiblər, sınır dışı ediblər, göndəriblər Azərbaycana. Gültəkin Hacıbəlini niyə görə saxlayırlar? Mənim ehtimallarım, öz ehtimallarım var. Bacardığım qədər bölüşdüm onları. Dediyim kimi ehtimallardır. Son olaraq, heç də bilirsiniz, necə deyim, o qədər çətin mövzu, o qədər iyrənc bir mövzudur. Yəni, hökumətin iyrəncliyini o qədər göstərir ki, yeri gəlmiş, burada bütün dediklərim, mən burada, yəni oturub müxalifəti qınamaq, müxalifəti, yəni hökumət dura-dura müxalifəti cavabdeh göstərmək istəmirəm, deyil bu mənim niyyətim. Azərbaycanda nə baş verirsə, hökumətin günahıdır. Avtokrat ölkələrdə nə baş verirsə, avtoritar ölkələrdə nə baş verirsə, yaxşısı da, pisi də bir nəfərin günahıdır. Bir nəfərin ola bilsin ki, səhvidir. Ya ola bilsin ki, nailiyyətidir, yaxşı şeydən gedirsə söhbət. Azərbaycan avtoritar ölkədirmi? Əlbəttə. Ona görə Azərbaycanda hər müstəvidə nə pis baş verirsə, bundan bir nəfər cavabdehdir. Bu da Prezident İlham Əliyevdir. Mən Elbəyi Kərimlidən danışıram. Cavan uşaq. Yəni, kimsə indi burada başqa paralellər gətirə bilər ki, bizim efirdə də səslənib, müxalifət o cümlədən xüsusilə AXCP bir rol oynayır ki, bu fəal gəncləri tapır, cəlb eləyir siyasətə, sonra onlar həbs olunurlar, sonra ömürlük siyasətdən iyrənib gedirlər. Burada vəziyyət biraz başqadır. Yəni, bunun axırı başqadır. Təəssüf ki, başqadır. Bu insan intihar edib. Bu intihar edib ya onu öldürüblər. Mən xeyli şey oxuyuram bu barədə internetdə, Facebookda, onu tanıyan insanlar tərəfindən. Atası, anası yoxmuş, nənəsi ilə yaşayırmış. Yaşlı bir qadınla. Buna görə də ola bilsin ki, nənəsinin biliyi, anlayışı yoxdur. Buna görə də bu adamın həbsindən xeyli sonra xəbər tutulub. Yanılmıramsa 12-si idi, 14-ü xəbər, 12-si intihar, dedikləri intihardır. Vallahi inanmıram, mən artıq bunlara inanmıram. Məni qınaya bilməzsiniz ki, mən inanmıram bunlara. Deyirlər intihardır, 12-si, 14-ü xəbər alınıb, xəbər çıxıb. Canım, bu banda deyil, buna dövlət deyirsiniz siz, utanmırsınız, yerə girmirsiniz. Bu necə baş verib axı? Bunu araşdırmaq lazımdır. İctimaiyyətə borc hiss eləmirsinizmi ki, bunu açıqlayasınız? Necə baş verib? Kimin nəzarətində olub bu? Kim dindirilir? Kim axtarılır? Kiminlə götür-qoy edilir? Necə baş verib bu hadisə? İnsan həbsdə ikən dövlətin himayəsi, həbs dövlətin himayəsi olmalıdır normal dövlətlərdə. Bəli, dövlət səni təcrid edir, amma bu anda sən dövlətin himayəsindəsən. Dövlətin himayəsində kimsə ölürsə, vəfat edirsə, xüsusilə acılıq elan etdiyindən sonra 3 dəfə, yanılmıramsa oxuduğuma görə 3 dəfə acılıq elan eləyib bu adam. Bundan sonra vəfat edirsə və onun gəlmişdi, bir komissiya gəlmişdi, onlara şəraitlərdən gileləndiyinə görə, şəraitlərdən öz narahatlığını bildirdiyindən görə, şikayət etdiyinə görə döyüblər onu yenə də. İndi bu insan ölübsə, vəfat edibsə dövlətin himayəsində, dövlətin penitensiar xidməti, ada baxı, yəni o boyda ad uydurub gətiriblər xaricdən, boyunuzu yerə soxum, çox üzr istəyirəm sizdən, amma daha deyəcəm bunu da, boyunuzu yerə soxum. Demokratik dövlətlərin rəmzlərini, üstünü yox, onun mahiyyətini idxal edin bu ölkəyə. Penitensiar xidməti
Adı başqa cür qoyun, amma bunun penitensiar xidmətə layiq bir vəziyyəti olsun, funksiyaları olsun, çəkindirmə sistemi olsun, daxili müfəttişlik sistemi olsun. Biz də bilək ki, bir insan həbsdə ölürsə, vəfat edirsə, kimdən soruşaq bunu? Deyim ki, ayıbdır. Camaat, 6 il tutu quşu kimi mən eyni şeyləri deyirəm. Keşke mən təzə bir şey deyə biləydim buradan sizə. 6 ildir tutu quşu kimi deyirəm. Ay camaat, ayıbdır. Ayıbdır. Hökumət, ayıbdır bu. Adamı Azərbaycan vətəndaşı olduğuna görə utandırırsınız siz. Biz qoyub qaçmışıq, bacarmırıq, yəni qoyub qaçmağı da bacarmırıq əməlli başlı. Yenə də ağlımız oradadır. Sizin ölkədə yaşayan cəmaatı düşünmək kimi dərdiniz yoxdurmu? Ay cəmaat, ay İlham Əliyev, ay bilmirəm hökumət, o qədər nazir, o qədər məhkəmə, o qədər məmur aparatı. Qurduğunuz dövlətin bir eybəcər bir şey olduğunu görmürsünüzmü siz? Müxalif fikrinə görə, müxalif hərəkətinə görə insanı həbs etmək, bundan sonra ona ölümü rəva görmək kimi addımların siz kimdən, hansı meymunlardan ibrət alırsınız? Rusiyadanmı, Afrikadanmı, Belarusdanmı, kimdən? Kimdən? Yəni, siz özünüzə güzgüyə baxanda örnək seçdiyiniz adamlar kimdir? Putindirmi? Hansısa Afrika Bantustanının tayfa lideridirmi? Siz özünüzü kiminlə müqayisə edirsiniz? Ayıb deyilmi? Xanımlar, cənablar, bu suallara cavabları gəlin bir yerdə axtaraq. Bu barədə nə fikirləşirsiniz bilmirəm. Yazmaqdan qorxmursunuzsa yazın. Mən də bilim, mən də anlayayım, bilim ki, hansı daşı salım başıma. Dediyim kimi, uzun müddət sustum mən. Gözlədim, hərəkət gözlədim, hansısa ictimai reaksiya gözlədim. Hər neçə cəbhə varsa bu məsələdən, neçə baxış bucağı varsa, çoxunun təmsil, demək olar ki, hamısını, təmsilçilərini ən azından efirimə gətirdim, danışdırdım. Hamısını sorğu-sual elədim və özümdə bir fikir yaratmağa çalışdım. Belə, təşəkkür vaxtınıza görə.